Nə olmasa yaşaya bilmərik sıralaması. Hansısı olmasa yaşamaq olmaz, hansını sevirik sıralaması. Görək biz hansını sizlərə. Coffee içməmişəm. 9 içmişəm daha doğrusu, amma yəni kofisiz də yaşaya bilərəm normalda. 10 siqaret çəkmərəm də 10. Oyun. Oyun telefonda da, kompüterdə də çox da oynamamışam. Yəni də xoşum da gəlmir 8. Sevgimiz hələ ki yoxdur. Sevgisiz məncə yaşamaq da olar. 7. Yatmaq. Biz normalda oyaq da qalanırıq, çox da bəzən yatırıq, amma yatmaqsız da yaşamaq olar da, yəni yaşayıb görmüşəm. Yeməksiz yaşamaq olarmı? Olar. Musiqisiz də yaşamaq olar. Mən musiqi çox da dinləməyi sevmirəm. 4. Telefon. İşim telefonla əlaqəli olduğuna görə, yəni TikTok, YouTube, video çəkmək, canlı falan açmaq, o görə telefonsuz yaşamaq olmaz. 3. Pul. Pulu qoyuram 1-ə, çünki mən pul olmasa mən yaşaya bilmərəm. TikTokdan məsələn qazancım, YouTubedan qazancım. İnternetdəki işimlə əlaqədar da interneti seçirəm ki, internet yenə də bax, düzgün sıralama oldu. Pul, internet və telefon. Yəni mənim əsas işlərimdən biri odur ki, telefon, yəni işimlə bağlıdır. TikToka çəkmək, TikTok video çəkmək, canlı yayım açmaq, həmçində dediyim ki, YouTube'a videolar çəkmək, yükləmək və s. Həm də baxım hansı videolar var, insanların başqasının videosuna baxmaq. İnternet olmasa da bunları telefon onda internetsiz heç bir işə yaramır. Həm də işimə görə də TikTokdan başqa bizim də işimiz var. Pul da pulsuz da indiki dövrdə heç kəs yaşamır. Kimsə deyə bilər ki, mən olsam pul heç nədir. Yeməyi seç, musiqini seç, başqa bir şey seç. Bir söz deyim ki, öz sıralamamda özüm bilərəm. İkincisi o deyim ki, pulsuz olan mənə bir şey deyin. Baxın, burada məsələn pulsuz deyə bilərsiniz ki, yatmaq. Amma rahat yatmaqdan ötürü gəlir sənin bir pulun ola ki, rahat özünü hiss edib, rahat yatasan. Az pul onda da gözü yumdun, yatdın. Deyə bilərsiniz sevgi. Amma əsl indiki dövrdə sevgi üçün də pul lazımdır. Kofe içməyə də pul lazımdır, çay içməyə də